salam ilk önce. Salam. Bu kardeş bu kat var idi yukarıda. İlk önce bir de danışığa başlamamışdan kardeşe atım. Mən sənin yayımında dəfələrlə girib baxmışam. Dəfələrlə dəstək olmuşam. Ama ne yazmışam ne de bir şey. İndi Serkan, sen bir yolda tutmuşsan, qəşəng yoldu, qəşəng konseptdir. Bu təşəbbüsü mən artıq 2 aydan çoxdur da görürəm. Qəşəngdir. Qardaş, sənə problem lazımdır, sual verəm sənə. Özüm problemimdir. Nətər yəni özün problemsən? Hansı nöqtədən problemsən? Problem içində yaşayan insana problem gəlsə də ona təsir eləmir. Problem içində necə yaşayırsan? Daha durum burada danışım onu. Bildim, indi də burada deyirsən axı o sözü, probleməm. Burada deyirsənsə burada da danışdın. Problemləri danışmıram ki. Deyirəm problem. Bu zaman gəlib sənin misafirində problemini danışa bilirsən, öz problemini danışamırsan. Hanı bəbəydik? Ha, burada deyirsən. Burada dedin də, dedin ki problemimdir özüm. Yox, sən deyirsən sənə problem lazımdır. Mən sənə sual verirəm. Sən də sualın cavabını başqa cür verirsən. Problem yoxdur axı burada. Problem odur ki, bayaq sual verirsən ona ki, deyirsən ki, sənə problem lazımdır, bəs elə bir şərait yaratır ki, get gəl. Belə bir cümlə işlətdin də, düzdürmü ona? Ay, sağ ol. Və o cümləni özünə niyə şamil eləmirsən? Elə bir addım at ki, sən də özün get gəl də. Və niyə eləmirsən? Dediyin sözdən özün niyə nəticə çatmırsan? Yox, mən özümdən danışmıram. Ona bəs özünə rəva bilmədiyi yaxşı başqasına niyə rəva bilirsən? Sənə bir söz deyim. Buyur, buyur. Elə bir zazo saxlamaq lazımdır ki, hər şeyə bu xud olsun. Çox gözəldir. Çox gözəl. Razıyam. Mən deyirəm ki, mən deyirəm ki, məsələn, burada hamımız öz həyatımızı yaşayır. Səndə düzdürmü? Elədir. Məsələn, hardasa bir ramkadan qırağa çıxmırıq. Allah, yəni çərçivəni pozmuruq. Kriteriyalara diqqət edirik. Elədir. Mən də deyirəm ki, bayaq da onu vurguladım ki, lütfü öz həyatını yaşa. Mənim kimi stabil insanlarla, yetimlər, kasıblarla bir yerdə ol. Hardasa zazor saxla ki, gedib gəlmə yolun olsun. Başa düşdün mən nə deyirəm? Yəni kimsə təhqir eləməkdir, söyməkdir, o, bu. Axırımız sərə onu hara fırlansa, quruq eləsək, o tərəfdədir. Yox, gözəl vurguladın. Mən səni dinlədim, indi mən cavab verim. Deyirsən ki, zazor saxla. Bəs sən niyə zazor saxlamırsan? Görmürsən ki, o burada kasıbdır, odur. Bunu deyərək başqa mövqeyə manipulyasiya edib başqa yerə gətirir sözü. Sən tutanmırsan bunu. Yaşın da var, dünya görüşün də var. Hərə səfər, hərə öz sözü ilə yargılanır. Yaxşı, ona niyə sual vermirsən? Göz, onda mən sənə bir dənə söz deyim də. O bayaq burada belə bir cümlə işlətdi, düzdürmü? İşlətdiyi cümlə nədir? Deyir ki, mənim dövlətlə problemim var, millətlə problemim yoxdur. Elə dedi də, düzdürmü Sərxan? O şəxsi şeydir. Yox, o cümləni işlətdi, işlətmədi, o sual verəm. Onun şəxsi. Yox, işlətdi də o cümləni, düzdürmü? Yaxşı, indi mən sənə bir dənə söz deyim. Sən, biz belə bildik, ədəb əkanını tanıyırıq, sənin bir özünə görə bir keçmişin var. Qoy, belə deyim, jargonla deməyim. Ailədir, uşaqdır, körpədir, qadındır. Niyə toxunulmazdır, Sərxan? Sual verəm. Müqəddəsdir, dərdəsə kimi. Bildim də. Toxunulmaz. Gəl belə deyim də, indi mən səndən yaşım az da olam. Sən bilirəm, problemin var. Mənim onunla problemim yoxdur. Mən bir dənə qulaq as. Yəni, ola bilsin, hardasa bir-birinizdən bilirəm, indi arazı söz. Yox, mən bir dənə qoy cümləmi tamamlayım da, mən səni dinlədim. Mən istəmərəm ki, mənim səhifəmdə nə sənin haqqında. Yox, mən ümumiyyətlə o ədəb əkanın yəsi deyiləm söyüşçüyəm. Mən sadəcə sual verirəm. Mən o ədəb əkanın yəsi deyiləm. Deyirəm ki, gəl belə yanaşaq da, dini baxımdan da, nə bilim, indi bu jargonla deyil, Mentavskoy, çöl qanunlarından da ailə müqəddəsdir, düzdürmü? Ailə toxunulmazdır. Ailə ona görə toxunulmaz deyil ki, bu, o bayaq dedi, mən dövləti sevmirəm, milləti sevirəm. Milli Məclis tərəfindən qəbul olunmuş qanun deyil, ailə toxunulmazdır. Bu kişi xisləti olan kişilər tərəfindən qəbul olunmuş qanundur ki, ailə toxunulmazdır. Niyə körpəsi cəmaatın körpəsi? Sən indi onu misafirə qaldırmışdın. Nə qorxurdun qaldırmasan sənə söyləyəcək. Ondan qorxmuşdun. Mən kopyaladılar hamısı. Belə necə səni kopyalayıblar, görürsən.
Bax elə bəni kopyaladılar əlini, qaldırdım bunu. Bildimi? Sən kriteriyalara diqqət edən adamsan da ümumiyyətlə. Bax yardım Mən edirsən. hər şeydə Sağ ol, var ol. Bura mənim Bəs sən mən buradakı bir diqqət insan- eləmirsən, bir insan onun ki- niyyəti, istəyi nədir? Tutmursan bunu. uşaq deyiləm ki mən. Mən yenə öz yerimdə oturmuşam. Hə. Öz adımı daşıyıram. Şu, Hərə öz adı ilə söhbət edir və öz dərəcəsi ilə hərəkət edir. ədəb Mən yenə ərkanından. belə Sənlə oturmuşam, sən də gəlmisən, gözlə sənlə mehribanam. Çünki biz bir-birimizi tanıyırıq. Eyvallah. Kimlərsə bura gəlib mənə söymür ki, mənə qaldırır, qaldırıram, Lüboyun burada qaldırırım. Gözlə səni də qaldırıram, hamısını. Hə. Salamlaşırıq. Bizim əgər mənim salam əleykum yaxşı gedirsə münasibətim, burada belə deyir, söyərlər, özün bilirsən. Onda Hər sənə şey bir dənə qarşılıqlı sual olur. verim. Amma Düz, bizdə bir şey yoxdur. onda sənə bir dənə sual verim. Haqlı və yaxud haqsız səbəbə mən kimisə körpəsini söysəm, mən sənin dostunam. Yenə də dostunam, qoy belə deyim. Yox, kimsə sənin körpəni söyləyir. Yo, ümumiyyətlə o hamının körpəsini söyle. Məni çıx. Məni çıx bu mövzudan. Bax, Mən sənə sənə bir sual sözüm, verirəm. Səbəb. Bax, Sənin təfəkkürünlə, sənin əqidənlə yanaşıram bu mövzuya. Niyə öz səhifəndə danışmırsan bu söhbətdə? Mən öz səhifəmdə danışsam, onsuz da bilirsən ki, bütün yenə qalxacaqdı. İndi bu saat açım, Bax, buradakı adam ora bax. gələcəkdi. Mən başqa söhbət edirəm. Sənə bir söz deyim. Sənə sual Sənə bir söz verirəm deyim. ki, deyirəm sənin əqidənlə, niyə sualdan qaçsan? Deyirəm sən düzgün Buyur. həyat yaşayırsan da. Burada da deyirsən ki, bu təbliğatın odur ki, yardım eləyək, dəstək eləyək. Mən alqışlayıram, 5-50, 10-50. Sual verirəm, sənin əqidənlə. Sən dedin ki, səndən də münasibətin var, dostluğun var. Məni çıx, sadəcə bir sual. Körpə söysəm, mənlə dostluğu davam elətdirərsən, hə, yox. Heç də ona işim eləməz. Ay, bəs sən görürsən ki, bu adam başlı ildir ki, yetənin körpəsini söylür. İndi sən mənə de Sənə bir görüm. söz deyim. Aha, buyur. Mən onu bu qədər edirəm. Mən hər şeyi görürəm. Burada TikTokdur. Burada hamı bir-birini görür. Aha. Əgər bir insan ki, salam Allah salamlı, kimsə fikir sərbəstdir. Gəldi, fikrini bildirdi, dedi, danışdı, getdi. O fikrin bildirmədi. O manipul xəstələrdən girdi, hər nəysə, hər qazilərdən nəysə, danışdı, hamı- yenə dövlət əleyhinə danışdı, çıxdı, getdi. Amma sənin yayımında danışdı Sərxan. Olsun, mənim yanımda olsun, hərə özünə görə ateş atdı. Bax, getdi, görsənmi? Öz danışıqlarını, bax, sən öz danışığı götürüb gedərsən. Yo, Hər bir mən insan istəsəm öz burada danışığını qalxmaya da götürüb bilərdim. Öz yayımımda bunu Ay, eləyərdim. sağ ol. Məsəl üçün, Sən dedin mən dostluğumuz səhifəmdə var. Mən dostluğumuzun naminə indi hal-hazırda buradayım, ha. Danışdığım Sənə bir söz deyim, Hə. Ay Səfər. Mən hər bir kəsi öz xəssiyyətinə görə qarşılayıb yola salıram. Başqa sualım var. başqa sualım heç nə. Mən sənə uğur arzu Sənlə edirəm. atleşeynəm yaxşı, salam əleykum yaxşı. Heç kim bir insan mənim səhifəmdə kimsə haqqında girməz. Hərə öz fikrin sərbəst danışa bilər. Biz kimsə haqqında girmirik, haqqında danışmırıq. Heç vaxt belə şey olmayıb, olmayacaqdır. Biz bir insan kimi, bir millət kimi öz mövqeyimizi gözləyirik. Sən öz mövqeyi gözləmədin. Mən də yekunumu deyim, çıxıram. Sən öz mövqeyi gözləmədin. Sən sadəcə qorxdun ki, o səni söyəcək. Sən qorxdun ki, o səni söyəcək, video çəkəcək. Ona görə Bizi onu az qaldırdın. söyləyər. Mən də çıxıram. Ay Səfər. Səndən də mənim Bizi az dostluğum da yoxdur. Heç bu saatdan sonra da ola bilməz. Çünki Yox, sən bizi mövqeyini az qorxdursan, söyləyər, sən o qəşəng yerdə mövqeydəydin. oturanlar. Sən onu qaldarsın, öldün. Qaldırardın ehtiyac sahibləri. Qardaş, mən öz mövqeyim zordur. Yox, pozdun sən Heç bir mövqeyini. gəlin mənə pretenziya eləyə bilməz. Elə mən sənə pretenziya yox, Belədir ki, açıq-açıq fikrimi bildirirəm. İstəsən üzbəüzlə bildirə görüşək, bilərsən, bunu sənə fikir- fikrimi fikir- bildirim. Yəni problem yox. Fikri bildirə bilərsən. Aha. Üzbəüz görüşmək bu platformada hamı şirdir. Mən sənə Mən də padmanitor mən də demirəm ki, Türkiyədəyəm, sən də görüşək, Türkiyədəsən. mən nə Mən də deyirəm ki? Türkiyədəyəm, sən də Türkiyədəsən. Hə. Mən üzbəüz Hə, görüşək burada nə dedim var? də, padmanitor demədim ki onu sənə. Yəni burada hamı hər şey danışa bilər. Məni yəni çıxdı əgər bir adam dilində deyirsə ki, üzbəüz görüşək, demək ki, mən ekran dalında demək istəmirəm də, üzbəüz görüşək, bəlkə sən mənə artığın deyəsən, mən sənin qabağında heç nə deyəməyəcəm, onu demək istəyirəm. Niyə ayrı vaxtı gəlib misafirə çıxıb çox sağ ol demirsən, bu insanlara yardım eləyir. Ekran kaydını atım sənə dəfələrlə sənin yayımında kalk paylaşımlara pul atdığımı. Mən görməmişəm. Mən atım, deyirəm kartı at, WhatsAppda mənim WhatsAppım var, çək atım. Niyə ayrı vaxtı gəlib bax mehribançılıq eləmirsiniz? Kimisə görəndə gəlirsiniz bura söz. Nə mehribançılıq eləyəcəm? Sən götürüb, səni söyəcək deyə qorxub qaldırdın misafirə. Nəyə qaldırsan?
hər yerdən səni də, məni də təhqir edirlər. Eləyirlər, İnsan illa ki bunu eləyirlər. eləyəcək. Bunu 100%. eləyəcəklər. Sən insanlığında qal. 100% insanlığında qal. Bildim Biz mi? insanlığımızda qalır. Biz kimsə söyləyir. Onda sən mənə insanlıq paniyası Sən mən söyək kimisə, duraq bizi söyənləri söymüşük biz onu. Mən ümumiyyətlə heç kimi söyməmişim. Mənim təbiətimə Biz tərsdir o. Gördün sənə adicə belə dedim ki, nəsə bir şey İstanbulda, Türkiyədəsən, gəl görüşək. Dedim o sözü. Bilirəm hər şey. Mən hər şey, o xislətin adamı da öyrənib durum ekranda kimisə söyüb eləyim, təhqir eləyim. Sən də söz deyirlər. Onsuz da bilirsən ki, bu platformadır. Burada bizə təhqirici qədər söyüşlər söyüblər. Biz öz kimliyimizdə qalmışıq, qardaş. O elədir. Amma sənin misafirində ən azından biz bax Azərbaycanlıyıq da, düzdür. Kişi qadınla qadınlıq eləməz. O qadını sənin misafirində əzməyə çalışır. Burada deyir ki, torpaq yetişdirib, nə yetişdirib, sən də biganə qalırsan bu mövzuya. Niyə qardaş? Qadın özü mənə dedi ki, yazırdı ki, məni qaldı sualım var. Söyüşmədilər, bir şey eləmədilər ki, onlar birinə təhqir eləmədilər. Sual cavab elədi, çıxdılar getdi. Ən azından qadındır da, Azərbaycan xanımıdır, düzdürmü? Ki qadınla qadınlıq eləyə, şixslətində bu var. Ay Səfər, qadını saldım aşağı ki, spor olması. Qadın özün mənə dabit elə ki, məni qoş sənə sualım var. O qadınla məzələndi, o xanımla məzələndi o. Qardaş, qadın özü istəyib qaldırmışam. Düşün burada məzələndi. O deyir mənə torpaq, o bilmir xanım ona nə demək istəyir. Sənin problemin var kimlənsə, burada ona bir şey deyirəm. Problem söhbəti deyil, Ayşər xan. Mən yenə də deyirəm, sözümü deyib gedirəm mən. Sözümü ki də dedim. Daha da sənin mövqeyini bozdum. Ayrı vaxtı gəlib görüşmüşsünüz məndən. Elə bir şey olan kimi yığışdınız buramı. Nəysə Sərxan, bir şey olan kimi deyil bu. Vallahi bir dəfə gəlib çıxıb burada cəmaata mənim gözümün qabağında jest eləmirsiniz. Gəlib burada kimisə səhvin axtarır. Kişi, mən sənin üçün Allah, mən o dildə danışam, Allah jest. Nə danışırsan, nəysə? Hansı jestlə danışırsan kişi? Mən elə şeydən qorxlanmazsın, Sərxan. Mən sənin üçün durub burada saatlarla danışmayacağım. Amerikada 500.000 qazandı. Mənə eləmə. Sənin misafirində deyir ki, Amerikada $500 qazandım. Amerikada $500 qazandım. Cəmaatın ailəsindən, gəlindən nə işim var, hə? Qatıq. Gəlmirsən onu. Hamını bilirik. Hamının da xəsiyyətini yaxşı bilirəm. Və bilirsən, niyə qaldırsan misafirə onu? Bu şirin mənə atma. Səni atmadım zaten. Gör kimi attım. Səni atmamışam onu. Məni elə şeydən qorxutma, mən başqa şey deyirəm Sərxan. Başa düşmüşsənsə başa düş. Zəhləşərik, danışarıq. Zəng eləyərsən danışarıq. Yaxşı, davay. Get sən də, hala xoşun olsun. Daha gəldi sənin şirin. Ma gəldi? Get. Yox, mənə gəldi. Get, çıxarda bilirsən mi? Çıxarda bilirsən, kartına sal, çıxart. Çıxarda bilmirəm. Ne problemsiz, hamımız problemsiz. Sərxanəm, mənim başım çıxmır, TikTokda şir atdılar mənə, mən onu çıxardım. Get çıxartda birinə başı çıxana deyil, sənin şiri çıxarsın, pul elə, sən atdın. Allah haqqı çıxardamayacaq, başımı yozacaqlar, pulumu əlimdən alacaqlar. Ne oldu, pulu sənin əlindən alırlar? Allah haqqı, kartın yoxdur, karta köçür də onu. Kartım var, kartımı nə tək götürüm, bax kartım burada bir kartım var. Elə yox, sən gerək TikTok adından keçərəsən, özünə... Sərxanəm, mənim başım çıxmır, Allah'ın olsun. Mən kömək istəyirəm xalqımdan. Qazmışım, kəsiflə, pulum qovuşlar. Qardaşlar, xahiş edirəm sizdən, bura Razborka yeri deyil. Kimin mənə sözü var, mən Türkiyədəyim. Burada kimin kimləsə də düşmançılığı var. Mən bu səhifəmdə gəlir, heç kim söyüşdən danışmır da. Burada mehribançılıqdır. Bu yetimlərin səhifəsidir. Xəstələrin, belələrin səhifəsidir. Belə başı da çıxmır eslatdan. Kimin kimlə söz söhbəti var, özü bilər. Mən o qədər təhqir ediblər. Mən o qədər mən baxdım,